Qız gedirsənsə, sən qızına dil verirsən, lülülü danışırsansa, o qızın evini yıxırsan. Mümkün deyil. Nabarot getmişsən. Mən çıxanda qızım demişəm ki, haramın olsun, mənim verdiyim çörək burundan gəlsin. O getdiyin oğlanın atasına ata kimi baxmasan, mənə baxdığın kimi baxmasan, haram olsun sənə çörək. Mən gedəndə qızıma onu demişəm. Mən sizi alqışlayıram. Amma mən ona heç vaxtı, anasına deyim, arvadlar, ananız ölməsin, bu 8 martda eşq olsun sizlərə. Lülülü danışırsınız, evini yıxırsınız sərəniz oradan ailənin. Ailənin çoxunu körləyən kadınlardan da olsun Allah. Mən bunun haqq dedim burada, büyük basmoy martdır. Hamısını təbrik edirəm. Çaşan adamı düz yola qaytararlar. Bəli. Bax mən Çaşan adamı bəli. itələməzlər ona. Yıxılanı biz də yıxsaq nə olacaq? Biz kasıb adamlar. Mən kimisə yıxmıram ki zaten. Siz sözlərinizlə yıxdınız artıq. Burada olanlar var. Bir daha gələrmi başqa bir qızının Mən arxasında? başqalarına da deyirəm, ay analar, bax qızınızla rəfiq olun. Mən bir qız anası kimi danışıram burada. Qız anası kimi deyirəm, mən bir nənə kimi deyirəm, mən bir qaynana kimi deyirəm ki, qızlarınızla rəfiq olun. Bax belə olanda gec o.